2021-ci ildə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində kompüter sistemləri və kompleksləri üzrə təhsil almışam. Həmin illərdən məndə bu sahə üzrə maraq yaranmışdı. Mənə məşğulluq agentliyinə müraciət etməyə məsləhət gördülər və dedilər ki, orada tam ödənişsiz, təqaüdlü peşə kursları var. Mən də bu məlumatı aldıqdan sonra öz yaşadığım ərazi üzrə məşğulluq idarəsinə müraciət etdim. Bir ay sonra mənə təsdiq barədə müraciət gəldi və məni Kodlandiyaya dəvət etdilər. Sonrakı bir ay ərzində mən müsahibələrdən və imtahanlarda iştirak etdim və uğurlu nəticə əldə etdim. 2024-cü ilin mart ayında artıq bizim tədrisimiz başladı. 3 ay tədris davam etdi və bu tədrisin sonunda mən fərqlənmə ilə bitirdim. Mənə elə oxuduğum həmin kursda mentor, yəni müəllim köməkçisi kimi fəaliyyət göstərməyi təklif etdilər. Mən də bu təklifi dəyərləndirdim və mentor olaraq fəaliyyət göstərməyə başladım. Mentor fəaliyyət göstərdikdən sonra məni developer komandasına işə götürdülər və artıq burada backend developer olaraq fəaliyyət göstərirəm. Təhsilini uzun müddət əvvəl bitirmiş və ya işsiz olanlara demək istəyirəm ki, əgər siz müəyyən bir sahədə fərqi yoxdur, backend olsun, frontend olsun, qeyri-ixtisaslı bir kompüter elmlərinə aid olmayan bir ixtisaslar olsun, əgər bu sahə üzrə davam etdirmək və özünüzü inkişaf etdirmək istəyirsinizsə, Dövlət Məşğulluq Agentliyinə müraciət edə bilərsiniz. Dövlət Məşğulluq Agentliyi tam şəkildə sizi ödənişsiz olaraq müəyyən bir sahələrə yönəldir, sizin inkişaf etməyiniz üçün hər bir şərait yaradır.